Hər kəs salam aleykum millət. Bugün sizlərlə birlikdə Firavun seti konfig necə edilir onu göstərəcəm. Gördüyünüz kimi qarşımızdadır. İlk öncə açıqlama və yorumlarda qoyduğum Telegram kanalımıza daxil olursunuz. Sizi belə bir qrupumuza atacaq, Warworks Hack. Burada çox kanalımız var, hansına siz girə bilərsiniz. Ən birincisini tövsiyə edirəm. Girdikdən sonra bura göy işarə var. Göy işarəyə bir dəfə basıb indirirsiniz dosyanı. 3 nöqtəyə basaraq indirilənləri kaydetdirirsiniz. Qayıdırsınız buradan Play Store'da olan Zarchiverə. Zarchiverə indirirsiniz birinci. İndirdikdən sonra Dovlan, Telegram. Baxın bu. Üstünə basaraq görüntülə. Bir dəfə də üstünə basıb aç. Bura şifrə istəyirsiniz. Yəni şifrəni haradan tapa bilərsiniz? Telegramı qayıdırsınız. Burada dosyanın şifrəsi var. Bir dəfə üstünə basırsınız. Gözləyirsiniz. Baxın, sizə belə bir video atacaq. 20 dəqiqəlik bir videodur. Videonu izləyib bitirdikdən sonra sizdə əlinizdə bir şifrə olacaq. Şifrəni Zarchiverə ki, baxın, bura yazırsınız. Mən yazıb gəlirəm. Yazıb bitirdikdən sonra, baxın, burada konfigi iptal etmə seçimində var, Files da var. Files'ın üstünə bir dəfə basırsınız, kopyala. Buradan Android, Data, biraz aşağı gəlirsiniz. Burada PUBG'nin dosyası var, Tencent IG. Baxın bu, Tencent IG. Bir dəfə üstünə basırsınız, burada aşağıda kopyalama yeri var. Bir dəfə üstünə basıb, gözləyirsiniz, kopyala, tamam. İstəsəniz orada konfigi iptal edib, həmin yerə yenə bunu atıb, iptal edə bilərsiniz. Bu qədər. Videomu bəyəndinizsə, like atıb olmağı unutmayın. Sağ olun, salamat qalın.